Bismillahirrahmanirrahim. Bu günləri Apellyasiya Məhkəməsinin ilk iclası oldu və vəkil də artıq məlumat verdi ki, bu günləri işlə daha da yaxından tanış olmaq üçün, daha da geniş tanış olmaq üçün vaxt götürdülər. Biz düşünürük ki, bu özü-özlüyündə böyük bir fürsətdir ki, edilən böyük bir qanunsuzluğu, edilən böyük bir haqsızlığı dərk eləyələr və elə apellyasiya mərhələsində də bu çox absurd bir maddə ilə ki, hörmətli ruhani qardaşımız, əzizimiz Hacı Sərdar Hacı Həsənli ki, həbs olunub, tezliklə azadlığa çıxar və maddə başdan ayağa absurddur. 168.1.3 Azərbaycanda bunun tətbiqi böyük bir biabırçılıqda absurddur. Hər mənada həm hüquqa ziddir, həm ümumilikdə hüququn fəlsəfəsinə ziddir və bu maddə ilə də cinayət işinin açılmağı ümumiyyətlə absurddur. Çünki cinayət adlanan bir şeyin ictimai təhlükəsizliyi olmalıdır. Namaz qılmağın, ruhaninin fəaliyyətinin ümumiyyətlə hər hansı bir ictimai təhlükəliyi ola bilməz. Ona görə də biz bu günlər ərzində çoxlu sayda hüquqşünaslarla, çoxlu sayda hüquq müdafiə qurumlarının nümayəndələri ilə görüşlərimiz olub. İlk öncə bu mövzular müzakirə olunanda hamı elə bilir ki, biz yəqin mübaliğə edirik deyəndə ki, namaza görə tutublar. Amma məhkəmə işini götürəndə və məhkəmə işini mütaliə eləyəndə aydın olur ki, gerçəkdən də elə məhkəmə hökmündə də elə yazılıb. Ona görə də biz düşünürük ki, inşallah ayın 16-sında Şirvan Apellyasiya Məhkəməsində ayın 16-sı 4-cü gündür saat 11-də keçiriləcək Apellyasiya Məhkəməsində biz ümid edirik ki, bunlar bu görülən absurd bir işin əslində mahiyyətini anlayalar və inşallah tezliklə əziz Hacı Sərdar Hacı Həsənli əziz ruhani qardaşımız azadlığa çıxar. Bu günləri də çoxlu sayda möminlər, iman əhli gəlmişlər bura. Bəndə həqir öz ruhaniyyət adına təşəkkür edirik ki, bu gün burada möminlər iştirak eləmişlər. İnşallah Allahın köməkliyi ilə ayın 16-sında da ruhaniyyət də, əziz möminlər də Şirvandakı məhkəməyə də qatılacaq. Allah qoysa inşallah. Ümid edirik tezliklə əziz ruhani qardaşımız azadlığa çıxacaq Allahın köməkliyi ilə və bu hər mənada həm qanuna zidd olan, həm inancımıza, həm milli dəyərlərimizə zidd olan maddə əslində bu biabırçı maddə ilə ki, həbs mümkündür və bu yanlışdan geri qayıdarlar. Bu qədər. Allah razı olsun. Sağ olun. Sağ olun. İnşallah.